Qış mövsümünə xarakterik olan qeyri-sabit hava şəraitində sürücülərdən xahişimiz qaydalara daha məsuliyyətli yanaşsınlar. Avtomobili texniki cəhətdən saz vəziyyətdə idarə etsinlər, xarici işıq cihazları işlək vəziyyətdə olmalıdır, şüşə silgəcilər tam saz vəziyyətdə olmalıdır, şinlər normalara cavab verməlidir, təkərlər isə mövsüm şəraitinə uyğun olmalıdır. Qeyd etmək istərdim ki, qanunvericinin tələbinə əsasən avtomobilin şinlərin praktikindəki naxışlarının qalmış hündürlüyü normalara cavab verməlidir. Yəni, minik avtomobillərində 1.6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, moped və motosikletlərdə isə 0.8 mm-dən az olmamalıdır. Mənzil başına rahat və təhlükəli şəkildə çatmaq üçün avtomobil texniki cəhətdən saz vəziyyətdə idarə olmalıdır, şinlər normalara cavab verməlidir, təkərlər isə mövsüm şəraitinə uyğun olmalıdır. Sürücülərdən xahişimiz və tövsiyəmiz yollarda qaydalara ciddi şəkildə riayət edək, yol birgə məsuliyyət yeridir. Ona görə sizdən xahişimiz qaydalara ciddi şəkildə riayət edin, avtomobilinizi tam normalara uyğun vəziyyətdə idarə edin, şinlər normalara uyğun olmalıdır, rahat və təhlükəli şəkildə gedib çata biləsiniz.